ilçələrində Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatının Birliyinin mütəxəssisləri dərmanlama işləri həyata keçirir və daha ətraflı bizə əməkdaşımız Aydan məlumat verəcək. Aydan, salam, sabahın xeyir olsun. Biz səni eşidirik, buyur. Salam, sabahınız xeyir, İlhan, Könül, həmçinin ekran qarşısında bizi izləyən tamaşaçıların da sabahı xeyir, günü uğurlu olsun. Deməli, son günlər paytaxtın bir sıra ərazilərində, xüsusilə tut ağaclarında qurdbasma halları müşahidə olunur. Bu da sakinlərin narazılığına səbəb olub. Məsələ ilə bağlı mütəxəssislər tərəfindən paytaxtın bir sıra ərazilərində xüsusilə qurdbasma hallarının çox müşahidə olunduğu ağaclara baxış keçirilib və müəyyən olunub ki, bu ağ Amerika kəpənəyinin tırtırlarıdır və artıq bu istiqamətdə dərmanlanma işləri. Bəs maraqlıdır, bu həşəratın insan orqanizminə hər hansısa bir zərəri varmı? Bu haqda isə ətraflı məlumatı Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşı Nərmin Bədəlzadədən eşidəcəyik. Nərmin xanım, buyurun, söz sizdədir. İlk öncə onu qeyd etmək istərdik ki, sözü gedən həşəratın insan sağlamlığına heç bir zərəri yoxdur. Amerika ağ kəpənəyi 120 növ bitki ilə tut ağacının alma, alça, ərik, qəbalı kimi növləri ilə qidalanır. Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb. Ərazidə mütəmadi olaraq monitorinqlər keçirilir və qurdların aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri aparılır. Sakinlər tərəfindən müraciətlər daxil olduqca şəhərin digər rayonlarında dərmanlama işləri davam etdirilir. Çox sağ olun Nərmin xanım informasiyaya görə. Bizdən bu qədər, sözü yenidən sizə ötürürük. Aydan, təşəkkür edirik, günün uğurlu olsun və ətraflı məlumat üçün də xüsusilə təşəkkür edirik.